Xəbər axşamı davam edir. Bəli, bugün ölkə başçısı İlham Əliyevin Sumqayıt Sənaye Parkında bir sıra açılışlarda və təməl qoyma mərasimlərində iştiraki bir daha göstərdi ki, yerli istehsal iqtisadi terminindən çox həm də yeni iş yerinin, idxaldan asılılığın azalması, ixrac və ən əsası iqtisadi suverenliyi deməkdir. Güzgü vərəqələr istehsalı zavodu, karton qutu istehsalı və polipropilen laminatlı kisə istehsalı müəssisəsi. Bugün müzakirəmiz də məhz bu mövzu ətrafında olacaq. Made in Azərbaycan real bazar gücünə necə çevrilir və bu model azad olunmuş ərazilərdə istehsalın bərpasına necə yol açır? Qonaqlarım isə iqtisadçı Eldəniz Əmri və millət vəkili Aydın Hüseynov. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Eldəniz Əmri, ilk növbədə sizlə başlamaq istəyirəm. Bugün Sumqayıtda Prezident İlham Əliyevin açılışları oldu, təməl qoymaları oldu və 2026-cı ilin prioritetləri nöqteyi nəzərdən biz baxsaq, biz bugünkü tədbirlərə iqtisadi siyasətin hansı mərhələsi adlandıra bilərik və mən biraz bu sualıma açıq etmək istəyirəm. Buna biz investisiya cəlbi, idxalı əvəzləmə, yoxsa ixrac yönümlü sənayeləşmə deyək? Bilirsiniz, bunlar bir-biri ilə o qədər bağlıdır ki, bunları bir-birindən ayırmaq düşünürəm ki, doğru olmazdı. Çünki hər biri müəyyən mərhələdə digərinin davamı eyni zamanda zəncirvari reaksiya şəklində özündən sonrakının bəzi hallarda əvvəlinə çevrilir. Yəni bu bir mənaşıdır. Amma bu prosesin özünün, yəni sənaye zonaları kontekstində əsası düşünürəm ki, bir 15 il öncədən qoyulmuşdur. Məhz deməli 2011-ci ildə kimya sənaye zonası, bugün Sumqayıt deməli bizdə bilavasitə sənaye zonası olaraq fəaliyyətə başlaması nəticə etibarilə bugün artıq ölkəmizdə 9 belə deməli sənaye zonası fəaliyyət göstərir və nəticə etibarilə 2026-cı ilin yanvarında Cənab Prezident tərəfindən artıq bunun uğurlu davamı olaraq Qərb Sənaye Parkının yaradılması deməli dair sənəd imzalandı. Yəni sənaye zonası dedikdə mən sırf sənaye parklarını nəzərdə tuturam. Amma ümumi kontekstdə biz görək ki, məhz bu prosesin daha uğurlu aparılması üçün İqtisadiyyat Nazirliyi tabeliyində deməli, iqtisadi zonaların inkişaf agentliyi yaradıldı və bugün ölkəmizdə olan, hazırda fəaliyyət göstərən 9 sənaye parkının 8-i deməli, Balaxanı sənaye parkı istisna olmaqla digər 8-i bilavasitə həmin deməli agentliyin tabeliyində, nəzarətində, belə də idarəçiliyindədir. Eyni zamanda da 3 sənaye məhəlləmiz var ki, bunlar deməli Neftçala, Sabirabad və bir də Masallı sənaye məhəlləmiz var, fəaliyyət göstərir. Düzdür, yaxşı xəbər odur ki, ümumiyyətlə sənaye məhəllələri özəl olaraq da fəaliyyət göstərir. Mən çox istərdim ki, həm tamaşaçılarımız üçün də bir qədər aydın olsun deyə sənaye parkları və sənaye məhəllələri çox, belə deyək, həm bizim, həm hörmətli millət vəkillərimizin, eyni zamanda qurumun özünün rəsmi şəxsləri tərəfindən, jurnalistlər tərəfindən hallanır. Amma müşahidə onu göstərir ki, bu ikisi arasında olan bəzi hallarda bərabərlik aparılır. Əslində bunlar bir-birindən imkanlar baxımından fərqlənir. İlk növbədə qeyd edim ki, məsələn, sənaye məhəllələri bilavasitə sahibkarlıq subyektlərinin burada fəaliyyət göstərməsi üçün dövlət tərəfindən yaradılmış bir məhəllədir. Mahiyyət etibarilə burada logistik imkanlar təmin olunub, dəmir yolu, avtomobil yolu, eyni zamanda təchizat məsələləri, qaz, su, yəni içməli su, texniki su, eyni zamanda digər enerji resursları və s. və ilaxır. Və burada fəaliyyət göstərən təsərrüfat subyektləri bilavasitə dövlətin bir çox deməli, dəstək mexanizmlərindən ən üst səviyyədə istifadə edə bilir. O cümlədən də güzəştli kreditlərə, yəni məsələn, sahibkar orada fəaliyyət göstərərsə, güzəştli kreditə müraciət etdiyi zaman daha üstün bir mövqe olaraq qiymətləndirilir, yəni əlçatandır. Sənaye parkları isə sənaye məhəllələrindən daha üstündür. Ona görə ki, ilk növbədə həmin bu infrastruktur buralar burada daha yüksək səviyyədə yaradılıb. Daha üst səviyyədə yaradılıb və nəticə etibarilə biz baxsaq görərik ki, bu sadəcə belə deyək, başlanğıcdır. Sonrakı proseslərdə isə artıq sahibkar burada əldə etdiyi gəlirlərdən deməli, vergidən azad olmaq məqamında və yaxud da deməli, istehsal prosesinə qoşması üçün, istehsal prosesinə tətbiq etməsi üçün deməli, idxal
etdiyi məhsullar üzərindən, ələlxüsus da birbaşa istehsala yönəlik texnoloji avadanlıqlar üzərindən nə az, nə çox 10 il müddətinə azad olunur. Yəni, vergidən azad olma, gömrükdən azad olma, bu da nə az, nə çox düz 10 il deməkdir. Əlavə olaraq da burada idarəetmə prinsiplərində bir pəncərə prinsipinin tətbiq edilməsi burada daha çox çevişlik yaradılmasına imkan verir. Yəni, məhz bunların məntiqi nəticəsidir ki, artıq ölkəmizdə 10-cu sənaye parkının yaradılması ilə bağlı bu ayın əvvəlində Cənab Prezident qeyd etdiyim kimi sənəd imzalandı və bu da Gəncə və Şəmkir rayonları ərazisində olacaqdır. Hələ bununla bağlı sadəcə olaraq fərman var. Sahə ayrılıb təxminən 180 hektardan bir qədər artıq. Amma ümumilikdə isə biz baxmış olsaq görərik ki, 2016-cı ildən 2024-25-ci illərə qədər mən bəzi statistikanı qeyd etmək istəyirəm ki, yəni sizin sualınızın cavabı əslində bu rəqəmlərdə vardır. O baxımdan ki, baxın, deməli, bugün sənaye parkları ümumi ərazisi olaraq deməli 1500 təxminən 66-67 hektar ərazidədir və bunun 637-638 hektarı Sumqayıt Sənaye Parkının payına düşür. Böyük bir ərazisidir. Təsəvvür edin ki, bu parklarda 20 mindən çox insan çalışır ümumi olaraq. Və digər bir məsələ, burada olan deməli investisiya həcmlərinə baxdıqda deməli 2025-ci ilin əvvəlinə olan məlumatı indi təbii ki bir qədər də artımır, amma o statistika məndə yoxdur. Amma 2025-in ortalarına doğru 3,5 milyard manatlıq bir investisiyanın orada qoyulması ilə bağlı artıq rəqəmlər açıqlanmışdır. Və bu gün biz baxsaq görərik ki, Azərbaycanda ixracda 29%-ə qədər, daha doğrusu qeyri-neft sektoru üzrə, qeyri-neft ixracında 28,7 ya 28,8% bilavasitə sənaye deməli zonalarının payına düşür. Burada sənaye parkları da var, sənaye məhəllələri də var. Eyni zamanda biz rəqəmlər üzərindən biz baxmış olsaq görək ki, təsəvvür edin ki, 2016-cı ildə 35 milyon dollarlıq məhsul ixrac olunurdusa, bu zonalardan. Artıq 2024-cü ilin sonunda bu göstərici 640 milyon manata çatmışdı. 2025-in sonunun məlumatı yoxdur, çünki adda bu tip məlumatlar emal edilir, növbəti ilin bir neçə ay sonra təqdim edilir. Amma 2025-ci ilin yarısında olan məlumata görə 350 milyon dollarlıq artıq ixrac olunmuşdur. Bu da onu deməyə əsas verir ki, 2025-də də 700 milyon örtəcək. Yəni, təsəvvür edin ki, 35 milyon 2026-da, 700 milyon 35 milyon 2016-da, 2025-də də 700 milyon. Bu, birbaşa 20 dəfəlik bir ixrac artımı deməkdir. Ümumi dövriyyədə isə yenə də böyük artımlar olmuşdur, bir 15 dəfə qədər. Çünki deməli 135 milyon deməli dollarlıq satış 2016-da idi. 2 milyarda yaxın, bir tam onda 9 milyard manata yaxın satış dövriyyəsi isə 2024-cü ilin statistikasıdır. Yəni bu rəqəmlər artıq bu sənaye parklarından, sənaye zonalarından ölkədə həm məşğulluğun təmin olunmasında, həm qeyri-neft sektorunun təmin olunmasında, büdcə gəlirlərinin formalaşmasında, iqtisadi dayanıqlığın təmin olunmasında və s. və digər istiqamətlərdə özünü göstərir. Baxın, mən düşünürəm ki, biz qarşıdakı dönəmlərdə daha çox bu tip parkların yaranmasını görəcək. Çünki adətən ilklər bir təcrübə olur, formalaşır. Məsələn, İqtisadi Zonaların İnkişaf Agentliyinin nizamnaməsində də qeyd edilir ki, yalnız Balxanı istisna olmaqla digər sənaye parkları bunların idarəçiliyində olacaqdır. Eyni zamanda Naxçıvanda olan sənaye məhəllələri istisna olmaqla digərləri bunların tabi olacaqdır. Və nədən bunu vurğulayıram? Yəni, bir qurumun bu idarəçilikdə olan, belə deyək, təcrübəsi növbəti belə parkların yaranmasına əlavə fürsət, imkanlar yaradır. Digər bir məqamı da vurğulayacağım və bununla da fikrimi tamamlayacağım. Məsələ odur ki, bugün yaxşı hallardan biri və yaxud da birincisi mən deyərdim ki, sənaye məhəllələri üzrədir. Artıq Aydın müəllim də təsdiqlər yəqin ki, bizim özəl sektorda da özəl sənaye məhəllələrinin yaranması artıq uğurla davam etməkdədir. Yəni, dövlət yaradırdı sənaye məhəlləsini üçünü, dediyim kimi Neftçalada, Sabirabadda, Masallıda artıq özəl yaradırlar. Yəni, özəl bir sahibkar sənaye məhəlləsini yaradır. Digər sahibkarlara bunu icarəyə verir.
Və bu da təbii ki, digər subyektlərin orada birgə fəaliyyətini, çünki birinin fəaliyyəti digərinin tamamlayıcısı ola bilər və yaxud da birinin fəaliyyəti digərinin təşviq edicisi ola bilər. Başa düşdüm. Çox sağ olun Əldən ətraflı izaha görə və rəqəmləri də əzbər yadda saxlayıb. Bəli, çox dəqiq rəqəmləri. Aydın müəllim, mən sizə sualı əslində